Selamun aleyküm qardaşlar. Allama Cəvadi Amuli yazır ki, Allahın xəlq elədiyi, Allahın yaratdığı təbiət aləmi, bu bitkilər, çiçəklər, güllər, bunların hər birinin özünə məxsus ətri var. Görürsən ki, o bitkinin bitdiyi yer ki var, həmin bitki, həmin o gül, həmin o çiçək öz ətrafını, öz atmosferini, o yaşadığı, o olduğu mühiti nə eləyir? Ətirləndirir. Gözəl ətirlər saçır. Bəzi bitkilər var ki, onlar yaşıl olanda onlardan ətiri gəlmir. Onlar quruduqdan sonra onları yandırırsan, onlardan gözəl qoxu gəlir. Heyvanlar aləmi də belədir. Heyvanlar aləmində də heyvan deyir ki, mən heyvan da olsam, yaşadığım mühiti, yaşadığım atmosferi nə eləməliyəm? Ətirləndirməliyəm. Məsələn, müşk deyilən ətir ki var dünyada ən dəyərli ətirdir, ən qiymətli ətirlərdən biridir. O həmin ceyranın göbəyindən hazırlanır. Bir ətir var ki, ona ənbər deyirlər. O, okeanda yaşayan hansısa bir balığın bətnindən çıxardılır. Ondan ənbər hazırlanır. Görürsən ki, həmin balıq okeanı ətirləndirir. Bu ceyran yaşadığı meşəni, yaşadığı çölü ətirləndirir. Bitkilər bitdiyi yerləri ətirləndirirlər. İnsan özünə sual verməlidir. Əgər mən bitki səviyyəsindəyəmsə, mən də gərək yaşadığım mühiti ətirləndirim. Yox, bitki səviyyəsində deyiləmsə, heyvan səviyyəsindəyəmsə, heyvan necə ətirləndirirsə öz ətrafını, yaşadığı mühiti, gərək mən də ətirləndirim. Məndən bir gözəl ətir xaric olmalıdır, mən ətir saçmalıyam. Əgər insan səviyyəsinə yüksəlsə, yaşadığı yer üzünü deyil, hətta göy üzünü belə ətirləndirər. Məsələn, bu yer üzündə olan bu gözəl ətirlər ki var, bu gözəl qoxular ki var, onlar biz insanın xoşuna gəlir. Amma Allama yazır ki, insanın mənəviyyatı, insan mənəviyyat cəhətdən elə bir həddə yüksələ bilər ki, insan səviyyəsinə qalxa bilər ki, həmin insanın ətri yer üzündən çox göy üzünü məst eləyər, mülk-ü mələkut aləmini məst eləyər, mələklər aləmini məst eləyər. Allah bizləri inşallah ətirli bəndələrindən qərar versin.